Şagirdlər, xoş gördük. Bu günlər biz çevrə üzrə hərəkətdən mərkəzə qaçma təcilinin testlərinə baxacağıq. Başlayaq birinci sualımızdan. Hansı şəkildə çevrə üzrə bərabər sürətli hərəkət edən cismin təcilinin istiqaməti düzgün göstərilmişdir? Dedik ki, adından da məlum olduğu kimi mərkəzə qaçma təcili çevrənin bütün nöqtələrində mərkəzə doğru yönəlir. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir omega kvadratı R ifadəsi ilə. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir V kvadratı bölünsün R. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir 4pi kvadratı R bölünsün T'nin kvadratı. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir omega V. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir omega V düsturundan uşaqlar. Omeganın yerinə mən nə yaza bilərəm? 2pi böyüyün bölünsün kiçik T vurulsun V. 2pi NV bölünsün T. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Yenə A bərabərdir omega V düsturunu yazıram. Omeganın yerinə 2pi-n vurulsun nə yazacağım? V. Olacaq D variantı. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? Yenə A bərabərdir omega V düsturunu yazaram. Omeganın yerinə nə yaza bilərəm? 2pi bölünsün T olacaq vurulsun nə? V. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir 4pi kvadratı N kvadratı R. Maddi nöqtənin verilmiş radiuslu çevrə üzrə hərəkəti zamanı mərkəzə qaçma təcilinin xətti sürətdən asılılıq qrafiki hansıdır? Baxın, verilmiş radiuslu. Biz demişdik ki, verilmiş sözünün önündə və özündən sonra gələn, arxasınca gələn hansı kəmiyyətin adıdırsa, o kəmiyyət istifadə edəcəyimiz düsturda iştirak etməli və sabit qalmalıdır. Radiusun A-nın V-nin olduğu düstur A bərabərdir V kvadratı bölünsün R. R sabit olarsa A V-dən kvadratik düz mütənasib asılıdır. Maddi nöqtənin verilmiş radiusu çevrə üzrə hərəkəti zamanı mərkəzə qaçma təcili bucaq sürətindən asılılıq qrafiki hansıdır? Verilmiş radiuslu, elə deyilmi? A bərabərdir omega kvadratı R. Əgər R sabit olarsa A omegadan kvadratik düz mütənasib asılıdır. Maddi nöqtənin bucaq sürətinin sabit qiymətində çevrə üzrə hərəkəti zamanı mərkəzə qaçma təcilinin çevrənin radiusundan asılılıq qrafiki hansıdır? Baxın, bucaq sürətinin sabit qiymətində A bərabərdir omega kvadratı R. Omega sabit olarsa A R-dən düz mütənasib asılıdır. Dövretmə periyodunun sabit qiymətində, deməli düsturumuzda dövretmə periyodu iştirak etməlidir. Çevrə üzrə hərəkəti zamanı mərkəzə qaçma təcilinin çevrənin radiusundan asılılıq qrafiki hansıdır? A bərabərdir 4pi kvadratı R bölünsün T'nin kvadratı. 4pi kvadratı zaten sabit ədəd, T kvadratı sabit olduqda A R-dən necə asılı olur? Düz mütənasib asılı olmuş olur. Radiusu 6 metr olan çevrə üzrə 12 metr bölünsün saniyə sürətlə hərəkət edən cismin mərkəzə qaçma təcilini hesablayın. A-nın V-nin yerin olduğu düstur V kvadratı bölünsün R-dir. Bərabərdir 12'nin kvadratı bölünsün 6, 144 bölünsün 6 olacaq 24. Çevrə üzrə bərabər sürətli hərəkətdə xətti sürət hansı ifadə ilə təyin olunur? A bərabərdir uşaqlar V kvadratı bölünsün R ifadəsindən biz V-ni tapacaq olsaq olur nə? Kök altında A vurulsun R. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olunur? A bərabərdir omega kvadratı R. Buradan omeganı tapacaq olsam olacaq kök altında A bölünsün R. Çevrə üzrə bərabər sürətli hərəkət edən cismin A nöqtəsində təcili hansı istiqamətdə yönəlmişdir? Əlbəttə ki, çevrənin mərkəzinə doğru yönəlir. Çevrə üzrə bərabər sürətli hərəkət edən cismin A nöqtəsində təcili hansı istiqamətdə yönəlir?
Təcil bütün nöqtələrdə çevrənin mərkəzinə doğru yönəlir. Velosipedçi göstərilən trayektoriya üzrə bərabər sürətlə hərəkət edir. Yəni bu trayektoriyanın bütün nöqtələri arasında bərabər sürətlə hərəkət edir. Hansı hissələrdə velosipedçi təcillə hərəkət edir? Uşaqlar, cisim necə hərəkət edir? Bərabər sürətli. Əgər düz xətt boyunca cisim hərəkət edəcək olsa, bu zaman onun təcili bərabər olacaq sıfıra, elə deyilmi? Düz xətt boyunca cismin bərabər sürətlə hərəkət etməsi nə adlanır? Düz xətli bərabər sürətli hərəkət. Yəni BC və DA hissələrində təcil sıfıra bərabərdir. Amma AB və CD, belə desək də, yarım çevrələrində isə burada nə var? Sanki çevrə üzrə hərəkət var da. Əyri xətli hərəkətin ən sadə növü çevrədir. Bəs çevrə üzrə hərəkətdə nə yaranırdı? Mərkəzə qaçma təcili yaranırdı. Deməli, təcilli hərəkətimiz olacaq AB və CD hissələrində. Velosipedçi göstərilən trayektoriyalar üzrə bərabər sürətlə hərəkət edir. Hansı hissələrdə velosipedçinin təcili sıfıra bərabər? Dedi ki, düz xətli bərabər sürətlə hərəkət edərsə, bərabər sürətlə zaten hərəkət edir, elə deyilmi? Sürətin modulu sabitdir. İstiqaməti dəyişir, amma qiyməti dəyişmir. Həm düz xətli hərəkət etsə, həm də bərabər sürətlə hərəkət etsə, təcilimiz nə eləyəcək? Sıfıra bərabər olmuş olacaq. Bu da uyğun gəlir. Deməli, hara? BC və DA hissələrinə. R radiuslu çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir omega V, o da bərabərdir. Biz V-nin yerinə yaza bilərik uşaqlar. V-nin yerinə 2 pi r bölünsün T yaza bilərəm. Vurulsun omeganı da saxlayacağım yerində. Olacaq 2 pi omega r bölünsün T. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcili hansı ifadə ilə təyin olunur? A bərabərdir omega V. V-nin yerinə yazırıq. 2 pi n r vurulsun omega. 2 pi n r vurulsun omega B variantı. Radiusu 100 metr olan çevrə üzrə 36 km bölünsün saat sürətlə hərəkət edən avtomobilin mərkəzə qaçma təcilini hesablayın. Biz əvvəlcə onu bilməliyik uşaqlar. 36 km bölünsün saatımız 10 metr bölünsün saniyəyə bərabərdir. Elə deyilmi? 18-də 5-ə vuracaq. Ya da ki 1000-ə vurub 3600-ə bölüb metr bölünsün saniyəyə mütləq çevirmək lazımdır. Radius var, sürət var. Bizdən nəyə soruşur? Mərkəzə qaçma təcilini. A bərabərdir. V-nin kvadratı bölünsün R bərabərdir. V-ni tapdıq 10. 10-un kvadratı bölünsün. Radiusumuz da 100 metrdir. Bu da eləyəcək 1. Radiusu 0,5 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin bucaq sürəti 10 radian bölünsün saniyədir. Onun mərkəzə qaçma təcilini hesablayın. A bərabərdir nəyə uşaqlar? Omega kvadratı R bərabərdir. 10-un kvadratı vurulsun 0,5. 10-un kvadratı 100, 0,5-ə vuranda eləyəcək 50. Cismin radiusu 50 cm olan çevrə üzrə bərabər sürətli hərəkətində dövrətmə tezliyi 2 saniyə üstü mənfi 1-dir. Cismin mərkəzə qaçma təcilini hesablayın. Tezliyin, radiusun və mərkəzə qaçma təcilinin olduğu düsturumuz necə idi uşaqlar? A bərabər idi 4 pi kvadratı n kvadratı r. Elə deyilmi? Bu da bərabərdir. 4 vurulsun 10 vurulsun. Tezliyi bizə verib 2. 2-nin kvadratı eləyəcək 4. Vuracam 50 santimetrimdə 0,5 metrdir. Olacaq 0,5. Bu da bərabərdir. 4-ü 10-a vuranda 40. 40-ı 4-ə vuranda 160. 160-ı da 0,5'ə vuranda, yəni 2-də 1-ə vuranda eləyəcək 80. Cismin 1 metr radiusu çevrə üzrə bərabər sürətli hərəkətində dövrətmə periodu 4 saniyədir. Cismin mərkəzə qaçma təcilini hesablayın. Mərkəzə qaçma təcili periyodla olan düstur necə oldu? A bərabər oldu 4 pi kvadratı r bölünsün böyük t-nin kvadratı. Bu da bərabərdir. Buradan yazaq. 4 vurulsun pi kvadratını verib neçə? 10. Elə deyilmi? Vurulsun r nə qədərdir? 1 metrdir. Periyod isə 10
6 eləyəcək də 4-ün kvadratı. Elə deyil. 4 ilə 16 ixtisar gedər. 4 qalar. Onu da 4-ə böləndə düşəcək 2,5. Radiusu 1 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə tezliyi 5 saniyə üstü mənfi 1-dir. Onun mərkəzə qaçma təcilini hesablayın. A bərabərdir 4 pi kvadratı n kvadratı r. 4 vurulsun 10 vurulsun. N'imiz 5'ti. 5'in kvadratı eləyəcək 25. Elə deyilmi? Vurulsun 1 metr. Bu da eləyəcək 1000 metr bölünsün saniyə kvadratı. Çevrə üzrə bərabər sürətli cismin hərəkətində periodu 3 saniyədir. Cismin mərkəzə qaçma təcili 10 metr bölünsün saniyə kvadratı olduğunu bilərək çevrənin radiusunu hesablayın. Deməli, periodumuz var. Mərkəzə qaçma təcili bizdən nə istəyir? Çevrənin radiusunu istəyir. A bərabərdir 4 pi kvadratı r bölünsün t'nin kvadratı. Elə deyilmi? Aha, indi buradan biz r'i tapaq. R bərabərdir A vurulsun t kvadratı bölünsün 4 pi'nin kvadratı bərabərdir. A'nı bizə verib neçə? 10 vurulsun. Periodu verib 3. 3'ün kvadratı eləyəcək 9. Böləcəm 4 vurulsun neçəyə? Pi kvadratında verib 10. Onlar buradan ixtisar gedər. 9'u da 4'ə böləndə düşəcək 2,25. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin xətti sürəti 72 km bölünsün saatdır. Bunu metr bölü saniyə çevirmək lazımdır. Olacaq 20 metr bölünsün saniyə. Bucaq sürəti isə 5 radian bölünsün saniyədir. Cismin mərkəzə qaçma təcilini hesablayın. Mərkəzə qaçma təcilinin omega ilə v ilə olan düsturu necə idi? Yadımıza salaq. A bərabərdir omega v. Bərabər olacaq 5 vurulsun 20 bərabərdir 100 metr bölünsün saniyə kvadratına. Cisim 2 saniyə üstü mənfi bir tezliklə çevrə üzrə bərabər sürətlə hərəkət edir. Cismin mərkəzə qaçma təcili 200 metr bölünsün saniyənin kvadratdır. Çevrənin radiusunu hesablayın. Təcilin deməli uşaqlar tezliklə radiusla olan düsturu necə oldu? A bərabər oldu 4 pi kvadratı n kvadratı r. Düzdürmü? Buradan indi biz nəyi tapırıq? Çevrənin radiusunu. Çevrənin radiusunu tapanda r bərabər olacaq nəyə? A bölünsün 4 pi kvadratı deməli vurulsun n'in kvadratı bərabərdir 200 bölünsün 4 vurulsun pi kvadratını 10 verib n'in də kvadratı yəni 2'nin də kvadratı eləyəcək 4. Elə deyilmi? Bərabərdir. Deməli biz nə eləyəcək? 10'a ixtisar gedər 20 qalar. 20 ilə 4'ün biri ixtisar gedər. Burada qalar 5. 5'i də 4'ə böləndə düşəcək 1,25. Radiusu 1 metr olan çevrə üzrə 10 radian bölünsün saniyə bucaq sürətlə hərəkət edən maddi nöqtənin mərkəzə qaçma təcilini hesablayın. A bərabərdir omega kvadratı r bərabərdir 10'un kvadratı vurulsun 1 olacaq 100. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti 6 metr bölünsün saniyədir. Mərkəzə qaçma təcili isə 60 metr bölünsün saniyə kvadratıdır. Çevrənin radiusunu hesablayın. A'nın, V'nin və R'in olduğu düstur. A bərabərdir V kvadratı bölünsün R. Elə deyilmi? Aha. Buradan R'i tapsaq, R bərabər olacaq V'nin kvadratı bölünsün A. Yəni 6'nın kvadratı bölünsün 36. Bərabər 60 daha doğrusu. Üzülürsən aşağılar. 6'nın kvadratı bölünsün 60. Bərabər olacaq 0,6 metrə.
Sabit dövrətmə tezliyində mərkəzə qaçma təcilinin çevrələrin radiusundan asılılıq qrafiki verilmişdir. Dövrətmə tezliyi hansı ifadə ilə təyin olunur? A-nın, R-in və N-in olduğu bir düsturu yazmalıyıq uşaqlar biz. Çünki tezliyi soruşur bizdən, elə deyilmi? A bərabərdir 4pi kvadratı N kvadratı R. Aha, buradan indi N-i tapım. N bərabər olacaq nəyə uşaqlar? N bərabər olacaq 1 bölünsün 2pi kök altında A bölünsün R. 4pi kvadratından, yəni 1 bölünsün 4pi kvadratından 1 bölünsün 2pi kökün qarşısına çıxır. Elə deyilmi? Buranı tamamlayırıq düz bucaqlı üç bucağa. Bura bizə nəyə verir? A-nı. Çünki bura A-dırsa, bunun paralelində duran nəyə bərabər olacaq? A-ya bərabər olacaq. Bu hissə isə bizə verir R-i. Düsturumuza baxanda nə görürük? Görürük ki, A bölünsün R. Yəni, düzbucaqlı üçbucaqda qarşı katet bölünsün bitişik katet. A bölünsün R. Bizə nə verir? Tangens alfanı. Yəni, 1 bölünsün 2pi'ni saxlayırıq. A bölünsün R'in də yerinə yazırıq. Tangens alfa olacaq. Tangens alfa bölünsün 2pi. İki maddi nöqtə radiusları R2 bərabərdir. 3R1 olan çevrələr üzrə bərabər sürətli hərəkət edir. Onların mərkəzə qaçma təcilləri eyni olduqda dövrətmə tezlikləri arasında hansı münasibət doğrudur? Deməli, mərkəzə qaçma təcilləri eynidir deyirsə uşaqlar, hökmən biz mərkəzə qaçma təcilindən olan düsturla yazmalıyıq. Elə deyilmi? Aha, buradan yazacağım ki, A bərabərdir 4pi kvadratı N kvadratı R. Mən indi buradan N-i tapacaq olsam, N bərabər olur nəyə? 1 bölünsün 2pi kök altında A bölünsün R. N R-dən necə asıldı? Kök altı tərs mütənasib asıldı. Yəni yazacağım. Nə? N1 bölünsün N2 bərabərdir. Kök altında R2 bölünsün R1. Bu da bərabərdir. R2'ni bizə verib 3R1 qədər, R1'i də verib R1 qədər. Elə deyil. R-lər ixtisar gedəndə qalır burada kök altında 3. Tənasibi vurub açacaq olsaq, baxın tənasibimiz bu hissədədir. N1 bərabər olacaq nəyə? Kök altında 3N2'yə. Çevrə üzrə bərabər sürətli hərəkət zamanı dövrətmə periodu hansı ifadə ilə təyin olunur? Mərkəzə qaçma təcilinin radiusun və dövrətmə periodunun olduğu düstur. A bərabərdir 4pi kvadratı R bölünsün T'nin kvadratı. Aha. İndi buradan T'ni tapaq. T bərabər olacaq nəyə? Biraz kənar yazaq. T bərabər olacaq 2pi kök altında R bölünsün A. 4pi kvadratından kökün altından 2pi çıxır. Bu hissəni düzbucaqlı üçbucağa tamamlayır uşaqlar. Aha. Bura bizə nəyə verir? A-nı. Bura isə R. Düsturumuza isə baxanda görürük ki, nə yazıb? Kök altda R bölünsün A. Yəni R bölünsün A nə deməkdir? Bu bucağın bitişik katet bölünsün qarşı katet. Yəni R bölünsün A bizə nəyə verir? Kotangens alfanı verir də, elə deyilmi? Olacaq 2pi kök altında kotangens alfa. Çevrə üzrə bərabər sürətli hərəkət zamanı bucaq sürəti hansı ifadə ilə təyin olunur? Bizdən nəyi soruşur? Bucaq sürətini. A-nın, omeqanın və R-in olduğu düstur. Omega kvadratı R. Buradan omega bərabərdir nəyə? Kök altında A bölünsün R-ə. Tamamladıq düzbucaqlıya. Burası bizə A-nı, bu isə bizə nəyi verir? R verir də. Çünki dedik, bura A-dırsa, deməli, burada A-dır. İndi şöyle, qarşı katet bölünsün bitişik katetdir düsturumuza baxanda. Bu da bizə verəcək deməli, tangens alfanı. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin mərkəzə qaçma təcilinin xətti sürətinin asılılıq qrafikinə görə çevrənin radiusunu hesablayın. A bərabərdir V kvadratı bölünsün R. Bu düsturdan mən R'i tapacaq olsam,
R bərabər olur nəyə? V kvadratı bölünsün A-ya bərabərdir. V yəni 4'ün kvadratı bölünsün A da eləyəcək 32. 16 bölünsün 32 olacaq 0,5 metr. Verilmiş radiusu çevrə üzrə hərəkət edən cismin mərkəzə qaçma təcilinin bucaq sürətinin asılılıq qrafiki verilmişdir. Buna görə çevrənin radiusunu hesablayın. A'nın omega ilə olan düsturu necə oldu uşaqlar? A bərabər oldu. Omega kvadratı R. Elə deyil mi? Buradan R'i tapsam R bərabərdir. A bölünsün omeganın kvadratı. Təcilimiz nə qədərdir? 32. Omega da eləyəcək 4'ün kvadratı. Bərabər olacaq 2'yə. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin dövr etmə tezliyini artırdıqda onun periodu və mərkəzə qaçma təcili necə dəyişir? Biz bilirik ki, period və tezlik bir-birindən tərs mütənasib asılıdır. Əgər tezliyi artırıramsa, periodu nə eləyəcək? Azalmış olacaqdır. Bəs mərkəzə qaçma təcili A bərabərdir 4pi kvadratı n kvadratı r. Təcil n-nin kvadratik düz asılıdır. Deməli, dövr etmə tezliyi əgər artırsa da, dövr etmə tezliyi artırsa da, bu zaman mərkəzə qaçma təcili də nə eləyər? Artmış olar. Deməli, period azalar, təcil isə artar. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin dövr etmə tezliyini azaltdıqda onun dövr etmə periodu və mərkəzə qaçma təcili necə dəyişir? Period və tezlik dedik ki, bir-birindən tərs mütənasib asılıdır. Əgər tezlik azalırsa, bu zaman period artacaq. Elə deyilmi? Bəs mərkəzə qaçma təcili A bərabərdir 4pi kvadratı n kvadratı r. Tezliyin azalması mərkəzə qaçma təcilinin də azalması deməkdir. Deməli, period artar, tezlik isə azalar. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkəti üçün hansı münasibət doğrudur? Uşaqlar, çevrə üzrə bərabər sürətli hərəkətdə bizim 4 dənə kəmiyyətimizin modulu sabit qalırdı. Sürət, impuls, təcil və əvəzləyici qüvvə. Bu 4'ünü heç vaxt yaddan çıxartmırıq. Niyə modulları sabit qalır? Çünki ədədi qiymətləri sabit qalsa da istiqamətləri dəyişir də, elə deyilmi? Ona görə də cavabımız olacaq Y variantı. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olunur? Aha, bucaq sürətini istəyir bizdən. A bərabərdir omega V. Buradan biz omeganı tapacaq olsaq, omega bərabər olacaq A bölünsün V. Düzbucaqlı üstbucağa tamamlayırıq. Bu isə A-nı verir, bu isə bizə V-ni. Düsturda baxırıq ki, A bölünsün V, yəni qarşı katet, bölünsün bitişik katet. Bu da olacaq nə? Tangens alfa. Deməli, omega tangens alfaya bərabərdir. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövr etmə tezliyi hansı ifadə ilə təyin edilir? Gəlin düsturumuzu yazaq əvvəlcə. A bərabərdir omega V düsturunu yazaram. Omega V düsturunu yazaram. Daha sonra omeganın yerinə nə yaza bilərəm? 2pi-n vurulsun V-ni də olduğu kimi saxlayıram. Buradan indi mən n-i tapacam. N bərabər olacaq. N bərabər olacaq. A bölünsün 2pi-v. Elə deyil. Aha. İndi buradan biz düzbucaqlıya tamamladıq. Daha doğrusu düzbucaqlı üçbucaq. Bu isə bizə verir A-nı, bu isə bizə verir V-ni. Düstura da baxanda görürük ki, A bölünsün V-dir. Baxın, A bölünsün V. A bölünsün V bizə nəyə verəcək? Tangensi. 2pi-ni də yəni kənara atmadan, unutmadan yazırıq nə? Tangens alfa bölünsün 2pi. Çevrə üzrə bərabər sürətlər deməli hərəkətlərində mərkəzə qaçma təcilinin çevrənin radiusundan asılılıq diaqramı verilmişdir. Hansı nöqtə bucaq sürətinin ən böyük qiymətinə uyğundur? A-nın, omeganın və r-in olduğu düstur. A bərabərdir deməli omega kvadratı r. Buradan omeganı tapsam nə olacaq? Kök altında A bölünsün r. Elə deyilmi? İndi baxırıq.
Uşaqlar, omeqanın ən böyük olması üçün kəsirin sürəti böyük, məxrəci isə kiçik qiymət almalıdır. Yəni təcilin böyük, radiusun isə kiçik. Xətlər harda kəsişdi? 2 nöqtəsində kəsişmiş oldu. Cisim çevrə üzrə bərabər sürətli hərəkətlərində mərkəzi qaçma təcilinin çevrənin radiusundan asılı qrafiki verilmişdir. Hansı nöqtə bucaq sürətinin ən kiçik qiymətinə uyğundur? Baxın, yenə bu düsturumuzu yazırıq. Yazacağım nə? Omega bərabərdir. Kök altında A bölünsün R. İndi bizə lazım ki, bucaq sürətinin ən kiçik qiyməti. Bu zaman kəsirin sürəti kiçik, məxrəci isə böyük olsa, kiçik ədədi böyük ədədə böldükdə daha kiçik ədəd alınacaq, elə deyilmi? Mərkəzə qaçma təcilinin kiçik, radiusun isə böyük. Cavabımız oldu 5 nöqtəsi. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim üçün xətti sürət və mərkəzə qaçma təcili arasındakı oxşar və fərqli cəhətləri Euler-Venn diaqramında müəyyən edin. Modulca sabitdir hər ikisi. Çevrəyə toxunan istiqamətdə yönəlir sürət. Zaman keçdikcə istiqamətini dəyişir. Bu da hər ikisi olacaq. Uşaqlar, baxın, sürət burada belə, burada aşağı, təcil burada aşağı, burada isə sola yönəlir. 3 də olacaq hər ikisinə. Omega kvadratı R düsturu ilə tapılır təcil. 4 gedir təcilə. Omega R düsturu ilə ifadə olunur. 5 də gedir xətti sürətə. 2, 5, 4, 1, 3. Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın. Çevrə üzrə bərabər sürətli hərəkət deməli təcilli hərəkətdir. Bu təcil normal təcil və ya mərkəzə qaçma təcili adlanır. Təcilin modulu sabit qalır. İstiqaməti isə verilmiş nöqtədə sürət vektoruna perpendikulyar olmaqla çevrənin mərkəzinə doğru yönəlir. 1, 4, 2, 5, 3. Hansı ardıcıllıqla açar ifadələrdən istifadə etməklə mətni tamamlamaq olar? Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin təcili çevrənin mərkəzinə doğru, xətti sürəti isə çevrəyə deməli toxunan istiqamətdə yönəlmişdir. Radiusu R olan çevrə üzrə T dövr etmə periyodu ilə hərəkət edən cismin xətti sürəti 2 pi R bölünsün T, mərkəzə qaçma təcili isə 4 pi kvadratı R bölünsün T kvadrat ifadəsi ilə təyin olunur. Bu düsturlardan göründüyü kimi verilmiş radiusu çevrə üzrə bərabər sürətli hərəkət zamanı xətti sürət dövr etmə periyodu ilə tərs, mərkəzə qaçma təcili isə kvadratik necə asıldır? Tərs mütənasib aslıdır. 4, 3, 6, 5, 2, 1. 5, 1, 2 daha doğrusu. 4, 3, 6, 5, 1, 2. Hansı ardıcılıqla açar sözlərdən istifadə etməklə mətni tamamlamaq olar? Çevrə üzrə bərabər sürətli hərəkət edən cismin təcili çevrənin mərkəzinə doğru, xətti sürəti isə çevrəyə toxunum boyunca yönəlmişdir. Radiusu R olan çevrə üzrə N dövr etmə tezliyi ilə hərəkət edən cismin xətti sürəti 2 piyanir düsturu ilə mərkəzə qaçma təcili isə 4 pi kvadratı N kvadratı R ifadəsi ilə təyin olunur. Bu düsturlardan göründüyü kimi verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkət zamanı xətti sürət dövr etmə tezliyi ilə düz, mərkəzə qaçma təcili isə dövr etmə tezliyinin kvadratı ilə düz mütənasib aslıdır. 4, 3, 5, 6, 1, 2. A nöqtəsindən saat əqrəbi istiqamətində çevrə üzrə bərabər sürətlə hərəkətə başlayan cisim üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Deməli, A-dan başlayıb B və C nöqtələri üçün uyğun bəndləri bizdən istəyir. Uşaqlar, B nöqtəsində görürük, sürət aşağı, C-də isə hara yönəlib, yuxarı yönəlib. Düzdür? Sürətin istiqaməti şaquli yuxarı yönəlib. Harada? C nöqtəsində. Sürətin istiqaməti şaquli aşağı yönəlib B nöqtəsində.
Təcilin istiqaməti üfüqi sola yönəlibdir. Bütün nöqtələrdə mərkəzə doğru yönəldiyi üçün B nöqtəsində təcil sola doğru yönəlmiş olur. Elə deyilmi? 3 gedir bura. Təcilin istiqaməti üfüqi sağa doğru yönəlib. Bu zaman baxın C nöqtəsində təcil sağa doğru yönəlib. 4 gedir bura. Bu nöqtədə sürət və təcil vektorları arasındakı bucaq 90 dərəcədir. Bütün nöqtələrdə təcil və sürət bir-birinə perpendikulyar istiqamətdə yönəlir. 5 gedir bura. Bu nöqtədə sürətin istiqaməti çevrəyə toxunan üzrə yönəlib. Əlbəttə ki, hər ikisində. Elə deyilmi? Çünki baxın, ola bilməz ki, B nöqtəsində sürət çevrəyə toxunan istiqamətdə yönəlsin. C nöqtəsində sürət mərkəzə doğru yönəlsin. 6 da uyğun olacaq hər ikisinə. 2, 4, 5, 6, yəni 1, 3, 5, 6 A variantı. A nöqtəsindən saat əqrəbi istiqamətdə çevrə üzrə bərabər sürətlə hərəkətə başlayan cisim üçün Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. A nöqtəsindən saat əqrəbi istiqamətdə deməli cisimimiz baxın bu şəkildə deməli hərəkətə başlayır. Bura A nöqtəsidir. Saat əqrəb istiqamətdə. Bura B nöqtəsində sözsüz ki, belə yönələcək. Burada bizim C nöqtəmizdir. Sürət yönələcək bu istiqamətdə. Elə deyilmi? Aha. İndi uyğun bəndlərimizi müəyyən edək. Sürətin istiqaməti üfüqi sola yönəlib. Harda? B nöqtəsində. Biri yazıram B nöqtəsi tərəfə. Sürətin istiqaməti üfüqi sağa yönəlib C nöqtəsində baxanda görürük. Təcilin istiqaməti şaquli aşağı yönəlib. Baxın, C-də hara yönəlib? Aşağıya doğru yönəlib. 3 gedir bura. Təcilin istiqaməti şaquli yuxarı yönəlib. B-də yönəlir bura. 4 getdi bura. Cismin yer dəyişməsinin modulu R kökdə 2-dir. Baxın, A-dan B-yə gəldiyi zamanda deməli R kökdə 2-dir. Elə deyilmi? A-dan C-yə gəldiyi zamanda. Yer dəyişmə nə idi? Başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçası. Zaten 4/1 periyodla 4/3-də yer dəyişmə R kökdə 2-yə bərabərdir. 5 uyğun olur hər ikisinə. Bu nöqtədə sürət və təcil vektorları arasındakı bucaq 90 dərəcədir hər ikisində. Yəni çevrənin bütün nöqtələrində sürət və təcil vektorlarını verəcək olsa arada qalan bucaq olur 90 dərəcə. 1, 4, 2, 3, 5, 6. Radiusu 2 metr olan çevrə boyunca bərabər sürətlə hərəkət edən cisim 20 saniyə müddətində 80 metr yol getmişdir. Cismin mərkəzə qaçma təcilini hesablayın. Əvvəlcə sürəti taparam. V bərabərdir L bölünsün T, yəni 80 bölünsün 20 olacaq 4. Daha sonra isə mərkəzə qaçma təcilinin düsturunu yazaram. A bərabərdir V kvadratı bölünsün R, yəni 4-ün kvadratı bölünsün 2 bərabər olacaq 8 metr bölünsün saniyə kvadratına. Çevrə üzrə bərabər sürətli hərəkət edən A və B nöqtələrinin mərkəzə qaçma təcilləri bərabərdir. Bu nöqtələrin dövr etmə periyodları üçün münasibətlərdən hansı doğrudur? Baxın, bizə nə deyir? Mərkəzə qaçma təcilləri bərabərdir deyir. Uşaqlar, deməli biz elə düstur seçməliyik ki, orada mərkəzə qaçma təcildə, periyodda, R-də iştirak etsin. Hansı düstur yazacağım? A bərabərdir 4pi kvadratı R bölünsün T-nin kvadratı. Buradan mən T-ni taparam. T bərabər olacaq 4pi kvadratının kökün altdan 2pi çıxacaq. Olacaq nə? R bölünsün A. Görürük ki, T R-dən necə asılıdır? Uşaqlar, kök altı düz mütənasib. Elə deyilmi? Yəni, T A bölünsün T B bərabərdir. Kök altında R A bölünsün R B-yə. İndi yazıram. T A bölünsün T B bərabərdir. R A-nın radiusu R qədərdir. R B-nin isə radiusu 4R qədərdir. Düzdür? R-lər ixtisar gedir. 4/1-dən çıxacaq 2/1. Buradan indi TB bərabərdir nəyə? 2T A-ya. Çevrə üzrə hərəkət edən A və B maddi nöqtələrinin mərkəzə qaçma təcilləri eynidir.
Yenə, yəni A B-yə nədir? Bərabərdir. A nöqtəsinin dövr etmə tezliyi 4 saniyə üstü mənfi 1 olarsa, B nöqtəsinin dövr etmə tezliyini hesablayın. A'nın, R-in və tezliyin olduğu düsturumuz hansı olacaqlar? A bərabərdir 4pi kvadratı n kvadratı r. Buradan n'ni tapsam, n bərabərdir 1 bölünsün 2pi kök altında a bölünsün r olacaq. N burada r'dən necə asıldı? Kök altı tərs asıldı. Yəni yazacaqsınız nə? N a bölünsün n b bərabərdir kök altında r a bölünsün r üzrü sayın rb bölünsün r a. Çünki kök altı tərs mütənasib asıldı idi. Elə deyilmi? İndi A nöqtəsinin tezliyi nə qədər verib? 4. 4 bölünsün n b bərabərdir. Kök altında b-nin radiusu 4r'dir. A-nın isə radiusu r-dir. Buradan da r-lər ixtisar gedəcək, qalacaq nə qədər? 2. Buradan tənasibi vurub açıram. 2nb bərabərdir 4 alınır. nb də bərabərdir 2 saniyə üstü mənfi 1. Saat əqrəbi dəqiqə əqrəbindən 2 dəfə qısadır. Yəni r saat bərabərdir r dəqiqə bölünsün 2. Əqrəblərin uc nöqtələrinin təcillərinin nisbətini hesablayın. A dəqiqə bölünsün a saat bərabərdir sualı. Uşaqlar, bu məsələləri sürətin və təcilin hansı düsturları ilə yazırdıq? Periodu olan düsturlarla. Yəni elə bir düsturunu yazmalıyıq ki, period burada iştirak eləsin. A bərabərdir 4pi kvadratı r bölünsün nə? T'nin kvadratı. Elə deyilmi? Mən buradan görürəm ki, A r'dən düz, t kvadratından isə tərs mütənasib asıldı. Yəni nə yazacağım? Yazacağım ki, A dəqiqə bölünsün a saat bərabərdir r dəqiqə bölünsün r saat vurulsun t saatin kvadratı bölünsün t dəqiqənin kvadratı. Elə deyilmi? Bu bərabər. Şöyle baxın, burada belə bir ifadə yazmışıq. Saat əqrəbi dəqiqə əqrəbindən 2 dəfə qısa olması nə deməkdir? Bu deməkdirmi ki, r dəqiqə 2r saata bərabərdir. Bu tənasibi vurdum, açdım ki, burada düsturda yerinə qoyanda daha rahat olsun. İndi r dəqiqənin yerinə nə yazacağım? 2r saat bölünsün r saatın da özünü yazıram. Vurulsun. Saat əqrəbinin dövr etmə periyodu nə qədərdir uşaqlar? 12 saatdır. Olacaq 12'nin kvadratı. Dəqiqə əqrəbinin dövr etmə periyodu nə qədərdir? Bəs 1 saatdır da. Bu da olacaq 1'in kvadratı. Yəni birini saatla, birini dəqiqə ilə qəti şəkildə yazmaq olmaz. Buradan RS-lər ixtisar getdi. 1'in kvadratı da zaten 1 eləyəcək. 2'ni də 144'ə vuranda eləyəcək 288. Saniye əqrəbi dəqiqə əqrəbindən 1,5 dəfə uzundur. Yəni yazırsınız r saniyə bərabərdir 1,5 r dəqiqə. Əqrəblərin uc nöqtələrinin təcillərinin a saniyə bölünsün a dəqiqə nisbətini hesablayın. Dedik, hansı düsturla biz bunu yazmalıyıq? Əlbəttə ki, a bərabərdir 4 pi kvadratı r bölünsün t'nin kvadratı. İndi baxırıq. A yerdən dediyiniz asıldı düz, t'dən isə kvadratik tərs mütənasib asıldı. Yazacağım ki, a saniyə bölünsün a dəqiqə bərabərdir r saniyə bölünsün r dəqiqə vurulsun t dəqiqənin kvadratı bölünsün nə? T saniyənin kvadratı. Tərs asıllı periyodun, elə deyilmi? Bərabərdir. Saniyə əqrəbi nəyə bərabərdir? 1,5 r dəqiqəyə. 1,5 r dəqiqə vurulsun. Dəqiqə əqrəbinin dövr etmə periyodu nə qədərdir uşaqlar? 60 dəqiqədir. Düzdür? 60'ın kvadratı yaza bilərəmmi? 60 dəqiqənin kvadratı yazdım. Bölünsün r dəqiqəni bilmirik nə qədərdir?
Saniye əqrəbinin dövr etmə periyodu bəs neçə dəqiqədir? O da 1 dəqiqədir. Olacaq 1-in kvadratı. Bu da bərabərdir. Dəqiqələr ixtisar gedir. 1-in kvadratı zaten 1 eləyir. Olacaq nə? 1,5 vurulsun 3600. O da bərabər olacaq. 1,5 də 3600'ə vuranda olacaq 5400. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə periyodu 4 saniyədir. Baxın, dövr etmə periyodumuz deməli 4 saniyədir. Düzdür. A vəziyyətini keçəndən 7-ci saniyənin sonunda maddi nöqtənin sürət və təcil istiqamətini müəyyən edin. Aşağılar. Baxın, bu cisimimiz A-nı keçəndən 7 saniyə sonra deyir. Elə deyil. Periyod nə qədərdir? 4 saniyə. İndi bu o deməkdir ki, A'dan çıxıb A'ya gələnə qədər neçə saniyə zaman sərf edir? Bu cisim 4 saniyə. Bu o demək bir dilimi neçə saniyə gedib? 1 saniyə gedib. Elə deyilmi? İndi A'dan fırlanıb, bir də A deməli gələndə 7-ci saniyənin sonunda deyir. Baxın. İndi A'dan fırlandı, bu şəkildə gəldi. 4 saniyə getdi mi? Getdi. 7 saniyənin nə qədər qaldı? Əlbəttə ki, yerdə qaldı 3 saniyəsi. 1 saniyə, 2 saniyə və 3 saniyə. Deməli 7 saniyədən sonra, yəni cisim bir tam dövr etdi. Bir də çevrənin 4-dən 3'ünü gəldi. Elə deyilmi? Zaten yəni baxın, n bərabərdir. T bölünsün. T yazsaq, periyodun üstündən n tapsaq. 7 bölünsün 4 bərabər eləyəcək. 1,4'də 3. Dövrümüz nə qədər oldu? 1 tam dövr eləyir, bir də 4'də 3 eləyir. Aha, cisim gəldi, burada oldu. Harada? K nöqtəsində. İndi K nöqtəsində sürət sola doğru yönəlib, təcil isə yuxarıya doğru. Sürət sola, təcil isə yuxarı. Hansı ifadələr doğrudur? Əvvəlcə cismin fırlandığı istiqamətə fikir vermək lazımdır. Saat əqrəbinin əks istiqamətində fırlanır. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətində A nöqtəsində xətti sürət 1 istiqamətində yönəlmişdir. Baxın, saat əqrəbinin əksinə olduğuna görə, bəli, 1 doğrudur. Xətti sürət 4 istiqamətində yönəlmişdir. Səhvdir. Təcil 2 istiqamətindədir. Yox, təcil 3 istiqamətindədir. Çünki təcil istənilən nöqtədə çevrənin mərkəzinə doğru yönəlir. Cavabımız olur 1 və 4. O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərində A və B nöqtələr üçün hansı fiziki kəmiyyətlərin qiymətləri fərqlidir? Uşaqlar, hansılar fərqli idi? Bir diskin üzərində demişdik, valdan başqa hamısı nə idi? Eyni idi. Düzdür? Yəni periyod, tezlik, omega dövrlərin sayı bir-birinə bərabər idi. Bir diskin üzərində olanda val fərqli idi. Yəni sürət, təcil və gedilən yollar. Aha, fərqlidir. Təcilin dövr etmə periyodu və tezliyi, bucaq sürəti eynidir dedik. Bir də istənilən bərabər zaman fasiləsində gedilən yollar. Bir diskin üzərində valdan başqa hamısı eynidir. Yəni fərqli olanlar valda olanlardır. Val sözündə olanlardır. Sürət, təcil və gedilən yollar. O nöqtəsindən keçən OX ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələr üçün deməli hansı fiziki kəmiyyətlərin qiymətləri eynidir. Bir diskin üzərində dedik, valdan başqa hamısı eynidir. Yəni val eyni deyil. Elə deyilmi? Vallar yəni bunlar bir-birindən fərqlənir. Sürət, təcil və gedilən yol. Sürət eyni deyil, təcil eyni deyil, amma bucaq sürəti, dövr etmə periyodu və dövr etmə tezliyi. Bunlar bir-birinə bərabərdir. Bir diskin üzərində periyod, tezliyi, omega dövrlərin sayı bir-birinə bərabər olur uşaqlar həmişə. Radiusu 80 cm olan çevrə üzrə hərəkətdə cismin fırlanma periyodu 4 saniyədir. Onun mərkəzə qaçma təcilini hesablayın. A bərabərdir 4 pi kvadratı r bölünsün t'nin kvadratı bərabərdir. 4 vurulsun 10 vurulsun r 80 santimetrdir. Bunu nə yazacağım mən? 0,8 metr bölünsün periyodum da 4 saniyədir. Kvadratı eləyəcək. Yaxşı elə yazaq hələ ki 4'ün kvadratı.
bərabərdir. 4'ün kvadratı elədi 16. 10'u 0,8'e vuranda eləyəcək 8. 4'ü də 8'e vuranda eləyəcək 32. 32'ni də 16'ya böləndə düşəcək 2 metr bölünsün saniyenin kvadratı. Velosipedçinin sürəti 18 km bölünsün saat. Təkərin fırlanma tezliyi 3 saniyə üstü mənfi 1'dir. Təkərin kənar nöqtələrinin mərkəzə qaçma təcilini hesablayın. Aha, sürətimiz nə qədərdir? 18 km bölünsün saat. Bunu metr bölü saniyə çevirəndə 18'də 5'e vuranda olacaq nə qədər? 5 metr bölünsün saniyə. Tezliyi verib, sürəti verib, bizdən mərkəzə qaçma təcilini soruşur. A bərabərdir omega V düsturunda omeganın yerinə 2 pi n yaza bilərikmi? Vurulsun V-də olduğu kimi saxlayırıq. Bərabərdir. 2 vurulsun 3 vurulsun bir dənə də 3 vurulsun 5. Bərabər olacaq. 2'ni 3'e vuranda 6, 5'e vuranda 30, 30 da 3'e vuranda eləyəcək 90 metr bölünsün saniyenin kvadratı.